Valideynlərini görmürlər uşaqlar. Valideynini görmürsə, Allahı heç görmür. Yəni dilimə gətirməyə bilərəm, amma mən onu başa düşürəm ki, mən bunların hamısını Gətirin. Dilinizə də gətirin. Bəli, o heç. Məsələn, bu da bir ayrı bir Azərbaycanlı xəstəliyidir. Deyir ki, mən sevirəm, amma mən bunu sözü demək istəmirəm. Yox, əzizim, ağlından keçirəcəksən, Deməli. ağlıva nəzarət edəcəksən. Ağlında pis fikirlər gələndə Allaha sığınacaqsan, Allaha. Ola bilər ağlıva kontrolsuz fikirlər də gəlsin. Əgər uzun müddət kontroldan kənarda böyümüsənsə, sənin ağlıva hər bir giş fikir gələ bilər. Allaha sığınacaqsan. Allahın kitabını oxuyacaqsan və yaxşı sözləri dilə gətirəcəksən. Yaxşı sözlər deyəcəksən, sonra da yaxşı əməlləri deyəcəksən. Valideynə sağ ol deməyin yolları var. Sağ ol deyirsən, qayğı göstərirsən ona, bir şeylər hədiyyə eləyirsən, bilmirəm. Təqdimatı hərin özündə. Bu Allahın çox xoşuna gəlir. Mən bunu bilmirdim. Mən bunu uzun müddət anlamamışım. Adamlar soruşa bilər ki, sən özün buna necə gəldin, çatdın? Öz axmaqlığımdan gəldim, çatdım. Bu qədim bir elmdir. Bizdən əvvəlki nəsillər bunu yaxşı bilirlər. Biz 20-ci əsrdə böyüyənlər, biz bunu unutduq.